Hər vaxtınız xeyir olsun xanımlar. Bugün sizlər üçün aksiyalar haqqında danışacağım. Deməli, aksiyalar bölməsi var bura. Bura daxil olursunuz. Bura daxil olanda burada bölmələr var. Məsəl üçün, burada yazıb ki, 2 dənə deməli təmizlik vasitə alanda, baxın 2 Public Home ev vasitəsi alan cəmi 4 manat 69 qəpiyyədir. Bir məhsul alsaz, məsəl üçün bundan biri alsaz, ambar qiyməti 5 manat 33 qəpikdir. Əgər məsəl üçün, baxın burdan da seçə bilərsiniz, fərq yox. Seçimə görə 2 məhsul. 2 məhsul təmizlik vasitə seçsəz, 3 manat 47 qəpikə düşür endirimlə. Sonra burada yazıb ki, istənilən 2 lancılıq məhsul 50% endirimlə. Yəni 2 məhsul alanda endirimə düşür. Səbətə əlavə edib baxa bilərsiniz. Sonra burada yazıb ki, istənilən 2 dekorativ kosmetik vasitəsi 5 manat hər biri. Deməli 3 dekorativ kosmetikası altı 3 manat 99 qəpiyə düşür. Sonra məsəl üçün bu ətrin qiyməti 9 manat 92 qəpikdir, ambar qiyməti. Əgər bizim səbətimizdə məsəl üçün xanımlar üçün atacağım məsəl üçün, bizim səbətdə biz 12 manatlıq sifariş vurmuruq, biraz çox vururuq da. Baxın 9 manatdan düşdü 6 manat 73 qəpiyə. Sonra burada yazıb ki, 2 dənə ətir alanda üçüncüsü hədiyyə. Məsəl üçün bunlardan indi seçim üçün mən məsəl üçün bunu əlavə eləyəcəm, bunu əlavə eləyəcəm. Halbuki birinin qiyməti 8 manatdır. Sonra bunu. İndi baxaq. Baxın, 2 ətrin qiyməti hər biri 8 manat 88 qəpikdir. Üçüncüsü bizə hədiyyə verir şirkət. Baxın, hədiyyə görürsüz. Və bir baxa bilərsiniz. Baxın, burada 2 şampun alanda üçüncüsü hədiyyə düşür. Məsəl üçün 4 manatdır, 44 qəpikdir. 3 dənə əlavə etsək, üçüncüsü baxın hədiyyə 3 qəpiyə. Və bu cürə digər aksiyalarda baxa bilərsiniz. Zima kremləri çox gözəldir, endirimə düşüb 55% endirimdən. 2 məhsul alanı daha endirimdən çıxır.